Sual 92-də. Kəsmə yüksəkliyi 25 metr olduğunu nəzərə alaraq AB üzrə, xətti üzrə relyefin düzgün profilini müəyyənləşdirin. Bu sualda biz dedik ki, əsas məsələ qrafikin formasına fikir verməliyik ki, nələr var, nələr yoxdur. Bax, fikir veririk ki, burada bir dənə bizim dağımız var. Burada da həmçinin bir dənə dağımız yerləşir. Yəni mənim bu qrafik formam belə olmalıdır. İki dənə dağ var. Bu dağın bu yamacından başlamışam, zirvəyə qalxmışam. Sonra yenidən aşağı çaya düşmüşəm. Çaydan yenidən yuxarı qalxmışam və yenidən aşağı düşmüşəm. Yəni bu formatda bir şəkil olmalıdır. Və burada nəyə fikir veririk sonra? Deyək ki, bu şəkildə baxanda, məsəl üçün, mən burada yuxarıdan aşağı düşməyim, qalxmağım və ya da çox aşağıdan yuxarı qalxmağım var. Fikir verirsinizsə, 50-dən qalxmışam. İndi gəldik burada. Baxıram ki, A nöqtəsi hansı horizontalların arasında yerləşir. Demək, bura 150-dir. Bu horizontalım 150-dir. Mən də burada aşağı olacaq. Çünki fikir verirsinizsə, bax bu gəlir belə, 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 belə artır yuxarı qalxır da. Bu ondan aşağı olacaq. Onda bu düşür neçəyə? 125 metrə. Demək 150 ilə 125 metrin üzərisində arasında yerləşən bir nöqtəmiz var. Buna fikir verəcəksiniz. Sonra A məntəqəsinə fikir verirsinizsə, A məntəqəsi iki horizontalın arasında yerləşir. Hansı ki cavabda bax tam rəqəm üzərisində verilibsə, 50-nin üzərisində, nə bilim 150-nin üzərisində verilibsə, o cavabları çıxardın. Bax fikir versən, burada verib 50-nin üzərisində ola bilməz. Çünki bizdə horizontal arasında yerləşirik. Burada verilib 50-də ola bilməz. Burada verilib 50-də ola bilməz. Burada 50-də yavaş yürümü bu 50-də olar. Yox, olmaz. Burada verilib 200 metrdə, 200 metrdə də olası deyil. Bir dənə burada 150 metrdən aşağıda görürük ki, verilib. Demək bizim cavabımız B variantıdır. Bir dənə bundan tapa bildik ki, heç burada nədir? Cavabımız B-dir. Hə, digər hissəsinə qalib baxası olsaq, baxırıq ki, bu 150 metr təxminən yuxarıya doğru qalxıb. Gəl hesablayaq biz bunu. Demək 150-dirsə 25 artmışam. 1 2 3 4 dənə 25 artmışam. Qalxmışam 200-ə təxminən. Hətta 200-dən də yuxarı ola bilər. Çünki dağın zirvəsindən keçir. Hə, qalxmışam yuxarıya. Sonra yenidən aşağı düşmüşəm. Gəlmişəm burada çatmışam 175-ə. 150-dən biraz yuxarıda qalacağam. Sonra yenidən yuxarı qalxmışam. Sonra yenidən aşağı düşmüşəm. Bax aşağı düşdüyümə fikir verin. 175-in üzərisində qalmışam yenə. Yuxarıda qalmışam. Ona görə də cavabımız nə olacaq? Doğru cavab B variantı olacaqdır deyəcəksiniz. Yəni burada əsas fikir verməli olduğunuz bu tip suallarda əsas fikir verməli olduğunuz. Məsəl üçün bax burada bu sualda da fikir verməli olduğunuz hissə nədir? Sizə verilən horizontal bax burada iki dənə xəttin arasında verilib, dəqiq bir rəqəm verilməyib bizə. Ona görə sən məsəl üçün C olan cavabı CD olanı çıxmalısan. Çünki bunlar horizontal üzərisindədir. Hardakı horizontal üzərində gördünsə, artıq sən onu çıxmalısan. Burada Y ilə F. Bunu da çıxarsan. Cavabın bu da olmayacaq. Çünki horizontalın üzərisində verilib. Çünki sənə verilən rəqəm standart dəqiq rəqəm deyil. Hə, 140 verilsəydi deyərdim ki, hə, 150 verilsə deyərdim ki, hə, bunun üzərisində ola bilər. Amma yox. O yoxdursa artıq ona sən fikir verməlisən. İlk mərhələdə elə ona fikir versən, suala tez tapa bilərsən.